Səhiyyə Nazirliyinin oftalmoloji aksiyası su qovşanda. İşğaldan azad olunan ərazilərdə böyük qayıdış dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 17-də Nazirliyin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Ağdərə rayonunun su qovşan qəsəbəsində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. Aksiyanın başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətlərinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicənin təyin olunmasıdır. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Aksiya zamanı 120-yə yaxın Ağdərə rayonunun su qovşan qəsəbəsi və digər yaşayış məntəqələrinin sakinləri müayinələrdən keçirilib.